Sidik kisəsi endometriozu. Sidik kisəsi divarında və ya onu əhatə edən toxumalarda endometriya, yəni uşaqlığın daxili qişasına bənzər toxumanın böyüməsidir. Və bu endometriozun nadir, lakin klinik cəhətdə mühüm formalarından biridir. Bəs endometrioz nədir? Uşaqlıq daxilində yerləşməli olan endometrium toxumasının uşaqlıqdan kənarda, məsələn yumurtalıqlarda, peritonda, bağırsaqda, o cümlədən də sidik hissəsində inkişaf etməsidir. Sidik hissəsinin endometriozu zamanı endometrium toxuması sidik hissəsi divarında yerləşir və bu toxuma menstrual dövrlə əlaqəli hormonal dəyişikliklərə reaksiya verir. Yəni, hər ay menstruasiya zamanı bu toxumada da qanaxmalar və şişkinliklər ola bilir. Sidik hissəsi endometriozunun əlamətləri sidik ifrazı zamanı ağrı, menstruasiya zamanı çox hiss olunan sidik yolları şikayətləri, bəzən menstruasiya zamanı sidikdə qan, xroniki çanaq ağrıları, bəzən sidik hissəsində kütlə və ya qatlaşma hissidir.